Üçüncü sinif OTK sınavının izahına başlayaq. 21-ci sual. Ədədlərdən neçəsinə vahid əlavə olunarsa, ədədin təkliyi, onluğu və yüzlüyü dəyişər. Hər bir ədədə bir əlavə etdik. Nəticədə bu ədədləri almış olduq. Həm təkliyi, həm onluğu, həm yüzlüyü dəyişən 400, 200, 900-dür. O da cavab B variantı. Üçünə. Keçək 22-ci suala. İbrahimin 13 yaşı var. Qardaşı ondan 2 yaş kiçikdir. Biz belə götürək. İbrahim 13 yaş, qardaşı ondan 2 yaş kiçik, 13 çıx 2 olacaq 11. 5 ildən sonra hər birinə 5 əlavə etsək, qardaşının 16, İbrahimin 18 yaşı olacaq. 18 plus 16, bu da bizdə eləyəcək 34. Variant B. Davam eləyək. 23-cü sual. 340 ədədinin sağındakı sıfırı silsək, ədəd neçə vahid azalar? Sıfırı silsək 34 alınır və bu ədədləri bir-birindən çıxsaq, nəticədə 306 alırıq. Variant A. 24-cü sual. Gəlin baxaq. Şəkildə neçə bucaq var? 1 iti bucaq, 2 iti bucaq və ikisi bir yerdə yenə iti bucaq verəcək. 3 C variantı. İti bucaq alınır. Keçək, davam eləyək. 25-ci sual. Yüzlük karta boş xanalara yazılacaq ədədlərdən ən kiçiyi neçə olar? 152-nin aşağısında onluq olaraq 162 durur və onun yanındakı ədəd 163 olacaq. Ən kiçik 163 A variantı olacaq. 26-cı suala baxaq. Bu ədədlərdən neçəsi 627-dən kiçikdir? 375, 213 və 411. Bu ədədlər 627-dən kiçikdir. Sayı 3 dənədir. 26 D bəndi olacaq. Gəlin 27-yə baxaq. A 687, B 867 və C 786-dır. Baxırıq ki, 867 böyükdür C-dən. O da böyükdür A-dan. Cavab B olacaq. Davam eləyək. 28. 3 rəqəmli ədədlərin fərqidir. Yüzlük 4. 28-ci sualı yazırıq. Gəlin baxaq. 28-ci sual. Yüzlük 4 olacaq. Onluq yoxdur. 0, təklik 3-dür. Yüzlük 2, onluq 3, təklik 4-dür. Fərq isə 169-a bərabərdir. Variant D olacaq. Davam eləyək. Keçək növbəti səhifəyə. Növbəti səhifədə 29-cu sual. 29-cu sualda yol uzunluğu 782 kilometrdir. 396 kilometr gedilibsə, nə qədəri qalıb dedikdə 782-dən 396-nı çıxsaq, 386 kilometr qalmış olur. Variant D. 30-cu sual. 146 kiçikdir A kiçikdir 427. Ən böyük bizdən tələb olunursa 426 olacaq. Ən kiçik tələb olunursa 147 olacaq. Bunların fərqini tap dedikdə çıxsaq alarıq 279. Variant B olacaq. Gəlin baxaq. 31-ci sual. Nöqtələrin yerinə uyğun gələn sözləri yazın. Kör bucaq 90 dərəcədən böyük, iti bucaq 90-dan kiçik, düz bucaq 90 dərəcədir. Kör bucaq iti bucaqdan kiçik ola bilməz. Amma birbaşa D variantına baxsaq, iti bucaq düz bucaqdan kiçikdir, düz bucaq kör bucaqdan kiçikdir. Bəli. 31-də variant D olacaq. Gəlin 32-yə baxaq. Sonu 5 rəqəmi ilə bitən 100-dən kiçik, 50-dən böyük neçə ədəd var? 50-dən böyük 55, 65, 75, 85 və 95. Sayı 5 dənədir. A variantı 5. Gəlin birlikdə baxaq. 33-cü suala baxaq.
A plus B 127'ye bərabərdir. A plus C 112'ye bərabərdir. A plus B plus C 157'ye bərabərdir. B plus C cəmini tap deyirsə, A plus B-nin yerinə 127 yazsaq, buradan C-ni tapsaq, C olacaq bizdə 30. A plus C 112-dirsə və onu gətirib yerinə qoysaq, B plus 112 bərabərdir 157. Buradan B bərabərdir 45 olacaq. B plus C isə 75'e bərabərdir. Variant A 75. Gəlin 34-cü suala baxaq. 34'də hansı ədədi 3 eyni toplanan cəmi şəklində göstərmək mümkün deyil? Bunların hər biri 3'ə bölünməlidir, əgər 3 eynidirsə. 27 3'ə bölünür, D 21 3'ə bölünür, Y 18 3'ə bölünür, C 24 3'ə bölünür, ancaq 28 bölünmür. 34'də variant B olacaq. Məktəbin 3-cü sinifində 181 şagird oxuyur. 4-cü sinifdə bundan 17 nəfər çox, 181 plus 17 olacaq. Həmin siniflərdə oxuyan şagirdlərin cəmi dedikdəsə, biz bunların cəmini götürəcəyik. 181 üstəgəl 181 plus 17. Bu da bizdə olacaq cavab Y variantı. Gəlin 36'ya baxaq. Dördbucaqlı xətlərlə hansı fiqurlarla ayrılıb? 2 üçbucaq, 1 kvadrat. Variant C. 2 üçbucaq, 1 kvadrat. Gəlin 37-ci suala baxaq. Ana 820 qram yağı yarım kiloqramını işlətdi. Yarım kiloqram 500 qram deməkdir. 820'dən 500'ü çıxsaq, 320 qram alınır. Variant Y. Davam eləyək. Baxırıq 38-ci suala. Boş xanaya 673 plus 2 kvadrat 9 bərabərdir 942. Kvadratın yerinə hansı ədəd yazılmalıdır? Məchul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxsaq və nəticədə 269 alınır. Demək, boş xananın yerinə hansı ədəd yazılacaq? Y variantı 6. Gəlin baxaq 39-cu sual. 165. 165'in aşağısında onluq olaraq 175 durmalıdır. Yanındakı xanada olan 3 xanaya 176, 177, 178 yazılmalıdır. Ədədlərimiz bu 3 olur. Gəlin baxaq. 170, 171, 172, 173, 174, 175, 176. N 176, M 177 və L 178 olacaq. Variant B, N, M, L. Belə olur. Və sonuncu sualımızın izahına baxsaq, 140-cı sual. Qrafikdə 3 gün ərzində satılan ərzaqların miqdarı verilib. Cümə bizdə 236 kiloqram. Şənbə bizdə 372 kiloqram. Və cümə ilə şənbəni toplasaq, alarıq 608 kiloqram. Cümə və şənbə birlikdə 608 kiloqramdır. Bazar isə 391 kiloqram. Yazaq, bazar 391 kiloqram. Və deyir ki, bunların cəmi bazar günə neçə kiloqram çoxdur? 608'dən 391'e çıxsaq, nəticədə alarıq 217. Variant Y 217. Bu qədər. 3-cü sinif OTK sinifində keçirilən riyaziyyat fənninin izahı.